da danışmıram burada. Burada söhbət nədir? Bir insanla dostluq eləyirəm. Burada PK-lar eləyirəm. Dostluq PK-lardan da əlavə 5 ay çox gözəl bir vaxt keçirdik. Çox gözəl bir günlər yaşadıq. Çox belə dəyərli bir anlarımızı paylaşdıq. Bunu biz yaşadıq da, düzdür? Biz eləyirik bunu. Biz 7 ay, mən bunu çox danışıb da dilə gətirməyi sevmirəm. Sadəcə yorumlara baxıram, danışıqlara baxıram. Bu ara qatanlara baxıram. Baxın, biz bunları yaşadıq, biz problemlər çəkdik, biz günlərlə yatmadıq, konsertlərə hazırlaşıldı, kliplərə hazırlaşıldı. Siz bəziləriniz, valla burada çoxlarından yaşca balacayam, böyük olduqlarım da var, amma %70-indən balacayam. Bəzi pislərinə deyirəm, bəzi pislərə deyirəm, ara vuranlara deyirəm ki, valla nənəm yaşında qadınlarsınız bəziləriniz. Valla məni realda tanımırsınız. Yəni mən sizin heç nəyiniz deyiləm də bəziləriniz. Mənə elə nifrətlə yanaşırsınız ki, parma çox sağ olun. Mənə elə nifrətlə, elə hikkə ilə davranırsınız ki məndən. Mən yenə də deyirəm, kim kimə dəstək olur, bunun heç kimə adiyyatı yoxdur, heç kimə əlaqələndir. Kim kimə dəstək olur? Valla, belə çıxmasın, məndə də var ki, bir qadın sırf mənə dəstək olur. Ürəyi elə istəyir də, bəyənir bir yerdə, amma ancaq mən yenə də deyirəm, onlara heç nə demirəm. Silent mən hoş gəldin. Mənim sözüm bilirsən nəyədir? Dəstəyini olarsan. Heç kimə də buradan söz atmıram, amma kim istəyir özünə götürər. Dəstəyini olarsan, gözəl bir şəkildə fanatlığını eləyərsən, amma şərəfsizlik, mundarlıq eləməzsən. Mən burada danışmıram, o niyə görə danışmıram bilirsiniz? Çünki bu dünyanın ədaləti valla çox yoxdur. Mən yenə də deyirəm, sən mənim, məsəl üçün bəziləriniz burada nənəmlə yaşıdsınız, mən artıq əski həddimi aşmıram, amma mənə bu cavan yaşında bu dünyanın nə qədər şərəfsiz olduğunu öyrətdiniz bəziləriniz. Dünyanın nə qədər iyrənc olduğunu öyrətdiniz, valla. Bu həyatdan o qədər iyrənirəm ki, biri ilə dostluq eləyirsən, biri ilə mehribançılıq eləyirsən, birinə hörmət eləyirsən, birinə dəyər verirsən, özlərinə elə əl qatırlar ki, özlərinə götürürlər mənim haqqımda şeylər danışırlar. Mən gözümlə görmədiyim heç nəyi heç vaxt demərəm burada. Vallah deyirəm. Amma danışdırsan onları, tövbə, haşa, Quranı gətirib qoyarlar ortalığa ki, mən din əhliyəm, mən bunları heç vaxt eləmərəm, nə danışırsan? Amma mənim bu həyatda bir şey var ki, gözümlə gördüyüm şeyin heç birindən qorxmaram mən. Fakt onu gözümlə görmüşəm, düzdür. Özlərinə bəziləri elə əl qatırlar, elə dəqiq danışırlar ki, sanki bunlar günlərlə yuxusuz qalıb, sanki bunlar əmək verib, sanki bunlar o soyuqda kliplərdə çəkilib, o konsertlərdə zəhmət günlərlə, aylarla əmək itiriblər, əsəb, stres yaşayıblar, canlarından olurlar. Sanki onlar eləyib bizim yerimizə. Bizim aramız üçün indi yenə də deyirəm, mən bir insana dəyər verirəmsə, o insanın minlərlə insan gəlsə qoysa qabağımda, mənim qərarımdan heç kim məni daşındıra bilməz. Mən bir insana dəyər verirəmsə, o insana hörmət edirəmsə, sən xoş gəldin. Hamısı səni sevdiyinə görə deyir. Görsən, fikirlər müxtəlifdir. Mən nə danışıram, bu insan gör nə deyir. Mən sevənləri demirəm, mən ara qatanlara, mənim haqqımda artıq əski danışanlara deyirəm. Mənim əlimdən yanıqlı olanlara deyirəm mən. Mən sizə heç nə etməmişəm, ay nənələr, bəzi xalalar, xahiş edirəm sizdən. Mən sizə bir pislik etməmişəm, mən sizin övladınız yaşındayam. Mənim sizə heç bir pisliyim dəyməyib. Siz məndən niyə belə yanıqlı danışırsınız, yanıqlı hərəkətlər edirsiniz? Bax, mənim dərdim budur. Mən sizə neynəmişəm? İndi gör məni pislədin, okey. Nə oldu, Əlivə nə keçdi? Nə keçdi də Əlivə, nə oldu? Nə oldu ki indi? Valla belə bir şey deyim sizə ki, yaxşı ki bir insan ilə PK etdik, dəyərli oldu. Mənim acığıma, mənim hikkəmə, məndən nifrət eləyənlər iminli mənim acığıma, elə bir ki, sırf mənə xoş olmasın deyə daha nələr edirlər ki, nələr, vallah. Bəziləri yalan olub qalıb qıraqda,
bu şeylər gəlir. Mən özümü niyə sındırım ki? Özümü sındırsam kiməsə davam elətdirirəm, elətdirəcəm də. Mən mənə gələcəyim var. Mənim Allaha şükürlər olsun ki, şərəfsizliyim yoxdur. Yəni məsəl üçün eyni süfrədə yemək yeyib də kiminsə üzünə qarşı sırtıq kimi söyüb yenə onunla barışmamışam. Allaha şükür yenə qınamıram, tövbə. Elə bir şey gələcəkdə də ola bilər. Qınamıram. Mənim şükür Allaha ki, mənim üçün heç bir problem yoxdur. Sadəcə deyirəm ki, kimlə məsəl üçün insan bir yaxınlıq edir, dostu əl qatıblar özlərinə. Bu belədir, bu belədir, bu belə olub, bu elə olub. Unutmayın, mən heç kimin övladına bəddua edəcək qədər aciz bir insan deyiləm, amma unutmayın, mənə nə deyirsinizsə, heç bir zaman yadınızdan çıxartmayın. Bu 60 il sonra da ola bilər, bu 10 il sonra da ola bilər, bu 5 il sonra da ola bilər. Sizin övladınızın başına gələr. Qınadığınız, ələşdirdiyiniz, hər bir şey ya sizin övladınızın başına gələr ki, gəlməsin, Allah uzaq eləsin, ya bacınızın, ya yoldaşınızın, ya ananızın mütləq başına gələcək. Bunu 70-60 yaşındakı bəzi arvadlar bu 70 il, 60 il, 50 il yaşayırlar, amma mən bu yaşımda bunları dərk edib həyata o minəyə ilə baxıram, bunlar amma başa düşmürlər. Bunlar baxmırlar. Bu TikTok əyləncə yeridir. Mən bura gəlməmişəm ki, durub burada əstəğfurullah kiməsə ağıl öyrədim. Yeri gələr burada elə gözəl, dəyərli insanlar, ağıllı insanlar var ki, güya mənim ağlım onların yanında nədir ki? Sadəcə hər kəs öz həyatını davam elətdirir və həyatında müəyyən təcrübələri vardır. Sadəcə sual verirəm. Yəni belə eləməklə, yəni nə olur ki, nə isə deməklə? Anasına görə deyəndə ki, valla mən Şahın anasının əllərindən öpürəm. O qadın mənə Türkistandan mənə kazı göndərmişdi, kurt yollamışdı. Mən də ona salamlarımı çatdırmışdım. Yəni yalandan elə şeylər deyib də, başqa söhbətləri deyib də ortalığı qarışdırmayın. Allaha şükürlər olsun, mən o valideyninə heç bir hörmətsizlik də eləməmişəm. Yəni artıq əski bir tərbiyəsizlik də eləməmişəm ki, məni yəni qoyulmasın anası o oyun alınmağa falan. Abi onu başqa mənada deyib. Siz onu çox mənalara yozmayın. Çünki yəni bilmədiyiniz mövzular da var. Mən Şahla PK-ların olmayacağını heç vaxt dedim. Dilimdən elə bir söz çıxıb, Ayçat. Mən demişəm ki, onunla dostluğum bitdi, daha oynamıram ondan. Niyanı tanıyandan sonra ağıllandı. Yox, mən Niyanı tanıyandan sonra ağıllanmamışam. Mən özümü tanıyandan, ətrafımdakı şərəfsiz insanları çıxardandan sonra hər şeyi düzgün qərar vermişəm. Niyə sadəcə mənim həyatımda olan gözəl ailəvi dostlarımdan biridir. Niyanı tanıyandan sonra niyə ağıllanım ki? Mən heç kimə görə ağıllanmıram. Heç kimdən mənim həyatımı dəyişdirmir. İnsanın özünün ağlı olmadığı sürəcə milyon dənə insan ona təzyiq etməyə çalışsın. Heç kim ona heç nə təsir edə bilməz. Bax görürsüz, deyirəm ki, yekə-yekə bəziləri arvadılardı, yazdığı cümləyə bax ki, nə bilim nədir. Yəni sanki bunlar müqəddəs problemin deyil. Sən mənə görə narahat olma. Mən pis insanam, qoy elə olsun. Sən öz həyatında yaxşı ol. Eyb yox. Mən halımdan məmnunam. Şah da deyib PK olmayacaq. Valla onun ağzından mən belə bir söz eşitməmişəm. İkimiz də demişik ki, zamana buraxırıq. Heç kim, heç bir zaman, çox sağ ol, var ol, ay, Nami, çox sağ ol. Bizim ikimizin ağzımızdan elə bir söz eşitməmişsiniz, düzdür? Zamana buraxmışıq da, bu qədər. Nə oldu indi? Sevinirsiniz, yoxsa bəziləriniz necə? Sevinənlər var.